Hər kəsə salam. Bugün sizlər üçün mətbəximdə şorqoğal hazırlayacağam. Bunun üçün bizə əvvəlcə lazım olan ərzaqlar bunlardır. 1 kiloqram un, 3 ədəd yumurta, 2 xörək qaşığı xama, 1 stakan süd, 100 qram əridilmiş kərə yağı, 1 çay qaşığı maya, 1 çimdik sarı kök, 1 çay qaşığı duz və yarı çay qaşığı şəkər tozu. Əvvəlcə mayanı hazırlayırıq. Biraz suyun içərisinə bizi mayanı əlavə edirik. Üzərinə yarı çay qaşığı şəkər tozunu töküb qarışdırırıq və biraz kənarda saxlayıb sonra onun üzərinə əlavə edirik. Sonra üzərinə 1 stakan süd, 2 xörək qaşığı xama, 3 yumurta, əridilmiş 100 qram kərə yağı, 1 çay qaşığı duz, 1 çimdik sarı kök əlavə edirik və qarışdırırıq. Sonra yoğurmağa başlayırıq. Xəmiri yaxşı yoğururuq. Üzərinə yenidən yarı stakan su əlavə edirik və yoğururuq yenidən. Xəmiri hər tərəfli toplayırıq və artıq xəmirimiz hazırdır. Xəmirin üzərini striclə örtüb gəlmək üçün 1 saat gözlədirik. Bu arada biz içliyi düzəldirik. 1 stakan yarım un əlavə edirik tavaya və onu qazda biraz qovururuq. 2-3 dəqiqə qovursaq bəsdir. Üzərinə duz əlavə edirik 1 çay qaşığı, əridilmiş 100 qram kərə yağı, bir xörək qaşığı raziyana və 1 xörək qaşığı cirə içliyi qarışdırırıq. Və istiot. 1 çay qaşığı istiot əlavə edirik. Zövqlərə görə həmin ədviyyatlar dəyişilə bilər, azaldıb artıra bilərsiniz. Xəmiri 12 hissəyə ayırırıq, kündələyirik və kündələri bir qıraqda biraz gözlədirik və açmağa başlayırıq. Çox nazik şəkildə kündələrimizi yayırıq. Artıq yaydıqdan sonra həmin kündələri hər tərəfli bərabərli şəkildə qabın içərisinə düzəldirik və arasına 500 qram əridilmiş kərə yağından istifadə edirik. Onu çəkirik həmin yaydığımız xəmirin arasına. Digər kündələri də eyni şəkildə yayırıq və hamısını yağlayaraq aralarını bir-birinin üstünə düzürük. Yenidən yağ əlavə edib yayırıq. Zövqə görə mən içlikdən həmin layların arasına da tökdüm ki, daha dadlı olsun. Kim istəsə tökməyə də bilər.
Eyni qayda ilə yenidən davam edirik. Artıq hazırdır. Ən üst xəmirin üzərinə də yağ çəkirik və onları lent şəklində doğrayırıq. Sonra xəmirləri, doğradığımız lentləri rulet şəklində belə qatlayaraq bükürük. Biraz kənarda saxladıktan sonra baş hissəsindən belə barmağımızla açıb, içliyi ora əlavə edib, ağzını bağlayırıq. Əlimizlə üstündən sıxaraq biraz yaymağa çalışırıq həmin qoğalları. Qoğallarımızı sobanın listinə düzürük. Və üzərinə biraz sarı kök, duru yağ və 2 yumurtanın sarısını qarışdıraraq üzərinə çəkirik. Sonra ardından qoğalların üstünə küncüt səpib sobada 180 dərəcədə üzəri qızarana qədər bişməyə qoyuruq. Və artıq qoğallarımız hazırdır. Siz də bu reseptdən yararlanmağı hər kəsə tövsiyə edirəm. Və mənim əməyimə, əziyyətimə dəyər verməyinizi, kanalıma abunə olmağınızı, gözəl rəylər bildirməyi, kanalımda həmin bu videonu bəyənməyi unutmayın. İzləyən hər kəsə təşəkkürlüyümü bildirirəm. Bişirən hər kəsə indidən nuş olsun söyləyirəm. Sağ olun gələn videolara qədər.